Salam hər kəsə. Qəbul imtahanına düşə biləcəyi tip belə bir sual verilib. Suala görə bizdən ABCD'nin sahəsini tələb edir. Demək, ilk öncə burada nə edə bilərik? A-imi hər hansı bir x deyə bilərəm. O zaman NC də x-ə bərabər olar. M-ni 12 verib. B təpəsi düz bucaqdır. B-im isə düz bucaq təpəsindən çəkilən hündürlükdür. O zaman xassəmiz var ki, B-min kvadratı, yəni 8-in kvadratı bərabər olmalıdır. Verilmiş bu x-in yerdə qalan x plus 12-yə olan hasilinə. Buradan x bərabərdir tapıram 4. Gətirib x-in yerinə 4 yazsam, bu x-lərin yerinə 4-lər yazsam, ümumi AC-ni bərabərdir taparam. Baxın, bu hissəni taparam 20. Bura olar 20. Hündürlük 8, oturacaq 20 olduğundan 3 bucağın sahəsinə görə 8 vur 20 böl 2. Mən alıram ABC'nin sahəsini. Məndən ABCD düz bucaqlı soruşulur. O zaman ABC'nin sahəsini 2'ye vursam, ümumi sahəni alaram. Çünki burada olan ADC'nin də sahəsi ona bərabərdir. Bunu da vuraram 2'ye. 2'lər gedər. 8 də 20'ye vursam alaram 160. C variantı.